Yeni bir gündən hər kəsə salam. Necəsiz xanımlar? İnşallah ki, yaxşı olarsınız. Bu günü də belə bir gözəlliklə açmaq istədim. Sadə, gözəl, müştərinin sevdiyi kimi az kremli bir tortla belə bir sifarişim var idi. İnşallah videonun axırında hazırlanmasını sizinlə də paylaşaram. Buraları qəşəng hamısını sildim, təmizlədim. Şkafın bu pəncərələrini gah təmizləyə bilirəm, gah üstündə belə ləkələr qalır. Yox, yenə onları şampunlayıb eləyərəm. Buraları təmizlədim. Bunların hamısını düşürtdüm, təmizlədim. Tərtəmizdir. Bir dənə qalıb toz soranlamaq. Buranı da toz soranlayım. Fikirləşirəm ki, gəvə də artıqdır. 1-2 gündən sonra gəvəni də götürərəm. Düzdür, eşdə super bir hava var, çox isti. Hətta belə deyim. Amma ki, evimiz hələ ki sərindir. Ona görə çıxartmıram. Paltarlar var idi. Onlar da yuyulub. O da buraları sildiyim dəsmal. Yuyub ondan silirdim. Günümüzə davam eləyək. Qəşəng nauşniki taxıram. Yüksək əhval-ruhiyyə ilə. Mahnı ilə adam iş görəndə yorulmur. Yarısında bacımla danışa elədim. O bir dənə reis var. Deyir, gözləyirəm iş görmək üçün. Bacım zəng eləsin. İndi zəng elədim özüm. Onunla danışa qəşəng işlərimi gördüm. Dayanmaq yoxdur. Davam eləyək. Baxın, dünən axşam bura biskvit bişirəndə un zat tökmüşəm. Qəşəng gətirim, toz soranlayım, silim, süpürüm. Olsun tərtəmiz. Qızlar, günlərdən paltar yığma günüdür. Neçə gündür yoldaşımınkini yığmışam, səliqəyə salmışam onun polkasını. Bu özümünküdür deyə bu gün eləyərəm, sabah eləyərəm, hələ də qalıb belə. Nə qədər paltar çıxartdım, atılası inansız yalandan qalır orada. Lazım olar, geyinərəm, gah yığıram, gah otururam. Axır bu gün dedim daha nöqtəsini qoyum, tortzad da yoxdur, sakitçilikdir. Yayları, qışları ayırım. Atlasları atım yalandan. Bu yay geyinərəm. Yəqin ki, belə olanda lazım olar. Ən çox da bu cinslərdir. Yadınıza gəlir də bir ara bu ayağı dar cinslər moddaydı. Bu rəngi var, qara rəngi var. Hamısını yığdım da ayırdım ki, onsuzdan evdə də geyinmirəm. Deyirəm, evdə geyinərəm, qoyatmayım. Ay nə bilim, harasa gedəndə bəlkə lazım ola, amma heç vaxt da lazım olmur. Əsas məsələ odur ki, heç vaxt lazım olmur. Ona görə yığdım hamısını, ayırdım, qoydum belə bir yekə nişan tortu salafanla. Bu bizim üçün bu korobka salafan deməkdir. Qoydum onun içərisinə, atacam onları. Nə lazımdır bir-iki dəst ayırım, qalanlarını hələ bunlar da sartrovka olunmayıb. Sartrovka eləyim, atım, geyiniləsilər, geyinilməyəsilər. Seçim bugün axır buranı bir vida salım. Nəhayət ki, qış paltarlarını yığdım, atlasları atdım, inansız bir yekə salafan, atlaslı paltarlar çıxdı. Vaxt gələr geyinərəm, nə vaxtsa geyinərəm, amma heç vaxt geyinmədiyim paltarlar. Onları da qoydum atmaq üçün. Buraları dedim, biraz silim, təmizləyim. Bir də qızlar, sizdən bir məsləhət almaq istəyirəm. Mənim üzümdə ləkələr var, istəyirəm onları, yəni belə baxırıq, kosmetologlar təmizlədirlər. Bəlkə aranızda təmizlədən xanımlar ola. Yəni o prosedurlar işə yarayırmı? Bir sözdən onu soruşmaq istəyirəm. Baxırıq, məsəl üçün şəhərdə üzlərinə heç bir şey çəkməyən xanımlar var. Üzləri şüşə kimidir, üzündə bir dənə nə ləkə var, nə bir şey var, üzünün rəngi hamısı bir tonda. Amma baxsan ki, öz dərsidir də, tonalizat çəkməyibdir. Çox gözəl görünür. Aranızda bu prosedurları elətdirənlər varmı? Neçə seansdan ibarət olur? Ya hansı kosmetologda elətdirmisiniz? Məsəl üçün, bir-iki dənə qabağıma çıxdı Instagramda. Tonalni effekti deyirlər. Dərinin altına nəsə rəng yeridirlər, elə bərabərləşdirirlər tonu. Amma elə bir şey istəmirəm. Mən istəyirəm ki, dərimdəki ləkələr getsin də, ləkələri açsın. O da bilmirəm necə olur, hansı kosmetolog yaxşıdır. Belə məsləhət bildiyiniz kimsə elətdiribsə, ya bəlkə kiminsə bacısı, nə bilim, gəlini elətdiribsə bu proseduru, yəni yazsa sevinərəm. Onlar həqiqətən öz dərilərinin ləkələrini mi atırlar o kosmetologlar, yoxsa elə mənim də önümə çıxan video kimi prosto altına nəsə maddə yeridirlər, tonalni effekti deyirlər, sanki tonalını dərinin altına yeridirlər, elə açılır dərinin rəngi, eləmi elətdirirlər. Yəni bu barədə bilənlər varsa yazsa sevinərəm.
Çünki yəni həm də ki bir də bir şey soruşum. Bunu yayda mı elətdirmək yaxşıdır, qışda mı? Məsəl üçün elənənlərin altına yazılır ki, günəşdən qorursanız bir daha təkrarlanmır. Çox yəqin ki bu prosedurlar payızda, qışda olunsa yaxşı olar da, adam daha yaxşı qoruyar günəşdən. Bir də görürsüz, adam çıxır çörək almağa, üzünə günəş kremi çəkmir. Belə də ki, mən günəş kremi də çəkirəm, bundan istifadə edirəm. Amma ki, yenə də mənim dərim həssasdır. O dəqiqə ən çox da gözlərimin kənar hissəsində belə tündləşmiş dəri hissələri var, ləkə tutublar. İndi bilən varsa xanımlar, bu haqda yazardınız, ya bildiyiniz, məsləhət bildiyiniz həkim varsa, mən də maraqlanardım. Çünki axır vaxtları xoşum gəlmir makiyaj eləməkdən. İstəyirəm öz dərim olsun, amma ləkəsiz olsun, belə pürüzsüz olsun. Üzüm elə bir pirişikli, səpkili üz deyil, amma məndə də ləkələr var, çillər var, əvvəlki pirişik izləri var. Əlim dinç durmuyub, bir damcı bir şeyi qurdalamışam, iz qalıbdı, belə deyim də. Yazsa sevinərəm. Yoldaşımla Posyolkaya getmişdik, biraz bazarlıq elədik. Ən sevdiyim meyvə bəlkə də çox adam deyir çiyələmdir, ya nə bilim alçadır. Məndə yox, məndə ən sevdiyim şaftalıdır. Tüksüz olanda da ki, vapşı əli olur. Biraz şaftalı götürdük. Yoldaşım xiyar götürdü. Badımcan ən sevdiyim tərəvəzlərdən. Badımcan götürdüm. Biraz alça götürdü. Bu qədərini 2 manata verdilər deyir. Axırı yemiş. Soğan götürdü. Bu soğanı da götürəndə əsas baxmaq lazımdır. Burası qurumuş olsun. Yoxsa bilirsiniz də bunlar iyilənirlər. Kələm götürdüm. Sabah üçün dedim kələm hazırlayaram. Yanında da bibarı olmazsa olmaz. Bilirsiniz də kələm dolmasının yanına 1-2 dənə bibar doldurub qoyanda super dad verir. Bizim məclislərdə də belə eləyirlər aşpazlar. Duz götürdüm, biraz pesok götürdük. Yoldaşım biraz pomidor götürdü belə. Sonra bu məşhur hər yerdə olan tumlardan götürdük. Axır vaxtlarda çox bilmiş deyilik, bunun içərisinə yer fındığı atırlar ki, biraz ağır gəlsin. Bütün standlarda demək olar ki, görürəm içərisində yer fındığı da var. Yer fındığı da olanda istər-istəməz ağır gəlir. Bunun məsəl üçün kilosunu 8 manata verirlər, amma yer fındığının kilosu 5 manatdır qovrulmuşu. Belə olanda daha çox yəqin ki, xeyirdə qalırlar. Amma içərisində çox dadlı olur. Semiçkanın bu yer fındıqları da. Yeni bir gündən hər kəsə salamlar. Necəsiz xanımlar? İnşallah ki, yaxşı olarsınız. Bunu da gətirib silim. Şükür biz də yaxşıyıq. Səhər tortum var idi. Onu hazırladım. Bir də möhtəşəm tortum var idi. Başım ona qarışmışdı. Onu hazırladım, verdim. Buraları heç düzəməli təmizləyə bilməmişəm. Yoldaşım gil bazara getirdilər. Dedi, gəl sən də gedək. Getmək istəməsəm də məcbur getdim. Biraz alış-veriş elədik. Heç gün ortağın qablarını da yuya bilməmişdim. Gəldim, sonradan yudum. Paltarlar vardı, yuyulası. Onları atdım. Baxdım ki, neçə gündür sabah vlog yükləyəsiyəm, amma mən video başlatmamışam. Dedim, bir video başladım. İnşallah arxası gələr. Yemək pişirmək istəyirəm. Ət almışdıq, badımcan almışdıq. Bəlkə də ən sevdiyim tərəvəz badımcandır. Belə yekəsi də ki, xoşum gəlir. Nəyə görə? Laylay mən bunu qızardıram. Çox belə əziyyət vermir də, həm duzlamağı, həm laylay doğramağı. Dedim, axşama kotlet edim, yanına badımcan, biber, pomidor, bir də ki, laylay, kartof qızardım. Axşam yeməyimiz də bu olsun. İntihası, məndə belə bir xəsiyyət var da, buraları yığışdırmamış, işə başlaya bilmirəm. Səhər açılandan da tortla məşğul, bazar günü də bugün bu arada tortla məşğul olduğuma görə yığışdıra bilməmişdim. Ona görə gəldim, birinci buraları yığışdırdım. Günorta inci spagetti istədi, daha hamıya spagetti elədim. Oğlum yemədi, onun payı qalıb. Qazın üstünü də təmizləməmişəm. Bunları yerləşdirim, başlayayım yeməyimə. Ən sevdiyim yeməkdir, hazırladım. İntihası qazın böyründə durmaqdan adamın ayaqları ağrıyır. Buraları da ki, daha özünüz bilirsiniz də, xanımlar bilir, hər tərəf yağ oldu. 2 dənə tavada pişirirdim. Gərək sabah buranı başdan ayağa xlorluyum, tərtəmiz eləyim. Hazırlanması çətin, yeyilməsi isə 5-10 dəqiqə çəkir, amma ləzzətlidir. Qızlar, bu gün bir də iş görə bilmədim.
Elə tortlarla məşğul oldum, biskvitlərlə daha doğrusu. Sonra saçımı zada yudum, bu saç yağlanması da olmuyor. Kraska qoyanda, tez-tez kraska qoyanda elə də yağlanmır. Amma ki, kraskanı gec-gec qoyanda dəhşət yağlanır. Saçım əvvəl yağlı değildi, sonra yağlı oldu. Kraskaya keçəndən sonra quru oldu. İndi də tənbəllik eləyirəm, kraskanı qoymuram vaxtında deyə. Yenə yağlanır. Şokolad sosu hazırlayıram, həmişə hazırladığım sizlərlə. Dedim bunu hazırlayayım, soysun tortlara, elə bundan istifadə edeyim. Günə davam. Bunlar da yumuşam belə. Stəkanı qaynanam tez-tez içir deyə. Bir-iki dəfə yuyuram gündə, qalanı yenə içir durmadan. Bunları yumuşam. Zeyin qabı var bir dənə. Bunu ölçdüyüm qab. Yemək də var. Demək olar ki, günü sona vurduq. Keçdim tortun hazırlanmağına. Qızlar, videolar biraz qarışıbdı. Elə gün var deyirəm tort yoxdur, elə gün var deyirəm var. Ona görə baxıram ki, hardan gəldi videolar çəkmişəm. Keçdim tortun içərisini yığmağa. Tərkibimiz də həmişəki kimi bol, bir sözlə dadlı bir tort alınmışdı. Qızlar, belə bir tortumuz var. Üzərinə güllər hazırlamalıyam. Kənarlarını düzləşdirməkdən ötürü qıraqlarını kəsdim, elə sıvadım. 2 dənə rəng alıram. Bura 2 dənə rəng yox, əslində bir rəngi açıq. Birinə də çox tökəcəm. Üzərinə qaşığın arxası ilə güllər qoyacam. Elə bir tort adı. Keçən səfər bu tortu hazırlayanda, yəqin ki, yadınızda olar. Bu tortu deyəni, yəni üzərində belə güllər olan tortu qapaqdan eləmişdim. Banka qapağından kəsib hazırlamışdım. Sonra qabağıma belə bir nümunə çıxdı ki, belə eləyirdilər. Bu səfər də dedim, belə hazırlayayım. Səhifədə hansı tort olursa, müştəri dönüb onu istəyir. Ya rəngini dəyişir, ya formasını dəyişir. Keçən səfərdə səhifədə başqa tort istəmişdilər. Sonra bir tort pişirdim. Yəqin ki, yadınızdadır o tort. Şəklini indi bura qoyaram. Ondan istədilər, dedi, üzəri belə bəzəkli olsun. Uşaqlar üçün, piknik üçün istəyirdilər. Çox kremli olmasın. Dedim, necə istəyirsiniz? Bunun da alətini Temu'dan sifariş vermişəm. Amma Temu'nun da sifarişləri 12-15 günə gəlir deyə hələ gəlib çıxmayıbdı. Amma müştəri istəyir. Dedim, eyb yoxdur. Belə hazırlayaram. Bu şəkildə qaşığın arxası ilə hazırlayıram. Amma əslində öz aləti ilə hazırlayanda çox gözəl olur. Əsil gülləçəklərinə oxşuyur üzərinin bəzəkləri. Amma nə etmək olar? Hələ ki gəlməyib. Ona görə bunlarla hazırladım. Dediyim kimi tortum uşaqların məzun şənliyi üçün idi deyəsən. 4-cü siniflər idi ya 5-ci siniflər dəqiq bilmirəm. Həm şənlik idi, həm də ki uşağın ad günü həmən gününə gəlmişdi, təsadüf etmişdi. Ona görə belə bir ümumi sinifi görəcək şəkildə tort sifariş eləmişdilər. Tortumuz da qozlu, karamelli, şokoladlı, şokolad sosluydu. Bunu da güllərini bu şəkildə qoydum. İnşallah alətlərimiz gəlsə, onlarla birənti orqanizerlərdə sifariş eləmişik. Birini İnciyə sifariş elədim, birini özümə. Bu bujuteriyalar üçün. Gəlsin görək necə gəlir. İnşallah yaxşı gələr. Bu arada xanımlar, sizlər də yeni başlayırsınızsa, məsəl üçün tort üçün ya nə üçün, Temu çox sərfəlidir. Baxıram ki, orada bütün tort ləvazimatları, tort alətləri çox ucuzdur. Deyirəm keşke əvvəlcədən olsaydı, hamısını oradan alsaydım. Blazer kəsimlərdir, sonra köpük toplardır, penoplast toplar, alətlərdir, silikonlardır. Bir dənə də silikon sifariş eləmişəm şirin quş üçün. Hamısı çox münasibdir. Baxsam burada 4-5 manatdan aşağı yoxdur, amma oradan 2 manata, maksimum 2 manat nə qədərə, 3 manata sifariş eləmək olur. Torta yeni başlayan xanımlar, bir sözlə oradan sifariş eləsəz, biz buradan aldıq hamısını baha-baha. Amma orada doğrudan da qiymətlər uyğundur. Sizə məsləhət oradan sifariş. Düzdür, biraz gec gəlir, adamın hövsələsi daralır. Daha indi mən bezdiririm, amma gəldimi? Hardadır. Amma belə də ki, Çindən gəlir də, 12 günə məncə yaxşı gəlib çıxır. Amma dediyim kimi, orada şeylər çox münasibdir. Nəsə sifariş eləyəndə. Bir də adını düzgün oxuyun.
əsas adıdır. Çox adam adını düzgün oxumur. O bir ara video var idi, məşhur olmuşdu. Maşın üçün açar seti sifariş eləyibdi. O da gəlib kofe qabı çıxmışdı. Açar setinin şəkli sadəcə kofe qabının üzərində idi. Bir xanım da qazanlar sifariş eləmişdi. Qazanların şəkli olan kalendar gəlmişdi. Bir ara belə videolar yaman moddaydı. O da o deməkdir ki, başlıq çox böyük olur, yaxşı oxunulmur şeyin başlığı, satılan məhsulun. Lap axırda bildirir də bu kalendardırmı, kofe qabıdırmı, yoxsa məsəl üçün açarın özüdürmü, alətlərin özüdürmü? Ona görə dəqiq oxuyub bir də rəylərə baxanda adam istədiyini tapıb ala bilir. Yəni bu elə bir aldanlası bir şey deyil. Açıq-açıq hamısını yazıblar. Sadəcə biraz hövsələli olub axıra kimi oxumaq lazımdır. Gördüyünüz kimi belə biraz çətinliklə də olsa gülləri qoydum üzərinə. Belə alındı. Bunların ortasına da muncuq tökəcəm. Çox qəşəng görünəcək. Belə balaca qaşıqlar var idi. Bunlarla gəlişi gözəl belə çiçəklər qoydum. Üzərinə indi bunları muncuq tökəcəm. Bir də kənarlarına kant verəcəm. Bir də ad qalıb, üzərinin adı. Bunları yazacağım. Axır son halını da göstərərəm. Tortun son görünüşü belə oldu. Gözəl bir tort alındı. Bugünlük məndən bu qədər olsun. Xanımlar, sağ olun, sağlıqla qalın. İnşallah sevərək, bəyənərək izlədiniz. Biraz qısa oldu, amma yenə də bəyənib bacıya dəstək olmağı unutmayın. Hələlik, sağ olun.